Lənkəran şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə şəhid ailələri, vətən müharibəsi əlilləri və ictimaiyyətin nümayəndələrinin də iştirakı ilə Novruz və Ramazan bayramları münasibətilə yurdumuza Novruz gəlir adlı tədbir təşkil edilib. Daha sonra Lənkəran şəhər icra hakimiyyətinin başçısı Talih Qaraşov Novruz bayramının xalqımızın həyatındakı yerindən danışıb. İcra başçısı bildirib ki, artıq 6 ildir ki, xalqımız bayramları işğaldan azad olunmuş torpaqlarımızda alnı açıq, üzü ağ keçirir. Hər il dövlət başçısı məhz Qarabağda Novruz tonqalını yandırır. İllərlə torpaq həsrəti çəkən insanların əhatəsində müqəddəs bayramı qeyd edir. Talih Qaraşov bütün bunlara görə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusuna, şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu vurğuladı. 2026-cı ilin ilk günlərindən etibarən Lənkəran rayonu və Lənkəranlılar üçün uğurlu başladığını deyən Talih Qaraşov, fevralın 25-də Prezident İlham Əliyevin Lənkərana sayca 14-cü səfərini etdiyini və səfər çərçivəsində regionda ilk və respublika səviyyəsində nümunə sayılan Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışını etdiyini vurğuladı. İcra başçısı xüsusilə qeyd etdi ki, Lənkəranın ən böyük problemi olan və sakinləri narahat edən Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində kanalizasiya sisteminin yenidən qurulması, ötən il təsdiq olunan 2026-cı il üzrə dövlət özəl tərəfdaşlığı layihələrinin siyasi çərçivəsində utilizasiya zavodunun tikintisi və bütövlükdə zibil poligonu probleminin həlli, habelə dairəvi qalanın təmiri bu il mümkün olacaq. Tədbirin bədii hissəsində tanınmış müğənnilər Cəfər Cabbarlı adına bir nömrəli uşaq musiqi məktəbinin folklor və kravet qrupu, Lənkəran Mədəniyyət Evinin Nənələr Xalq və Folklor kollektivi və Aylalı mahnı və rəqs qrupu, Lənkəran Dövlət Dram Teatrının aktyor və aktrisaları bir-birinə rəngarəng, insanların zövqünü oxşayan repertuarları ilə çıxış ediblər. Qeyd edək ki, bayramla bağlı şəhid ailələrinə və vətən müharibəsi əlillərinə Lənkəran şəhər icra hakimiyyəti tərəfindən maddi yardım göstərilib. İsmail Cəfərli, Elviz Nəsirli, Lənkəran.